Hörmətli izləyicilərimiz, deməli evin də, torpağın da kupçası olan, yaşayışlı, qoşa kubik, marşrut dayanacağından 10 metr məsafədə, asfaltdan 10 metr məsafədə, 2 otaqdan ibarət həyət evimiz çıxıb satışa. Deməli, ünvan Masazır qəsəbəsi, General Akim Abbasov küçəsi. Hal-hazırda çəkilişə başladığım yer evin qonaq otağıdır. Əşyalar götürüləcək, amma kombisidir, mətbəx mebeldir, internet falan qaydasında qoşa kubikdir, hörmətli izləyicilərimiz. Deməli, pəncərənin raşotkalarına qədər hər biri qaydasındadır. Neçə ilin evidir, baxmayaraq ki, illərin evidir, amma polun vəziyyəti, aboyların vəziyyəti, təmir qəşəng vəziyyətdədir. Hamam sanuzel tam təchizatdır, qazdır, sudur, işıqdır, hamısı qaydasındadır. Bura yataq otağıdır, hörmətli izləyicilər. Kombinin radiatorlarına qədər qaydasındadır. Qoşa kubikdir, dəyərli izləyicilərimiz. Kimsə əlavə pul versə, əşyaları da saxlayar. Krişiyə çıxmağa yeri var. Bu qalacaq burada, bu şkaf kimi olan. Baxın, mətbəx mebeli qaydasında, radiatorlar qaydasında, qoşa kubikdir, sayğacları hamısı qaydasındadır. Kanalizasiya mərkəzləşdirilmiş kanalizasiya sistemidir. Hörmətli izləyicilərimiz, ev kürsülü evdir. Evin də, torpağın da kupçası var. Bu qardaşın canı üçün heç bir problem yoxdur bu evdə. Baxın, həyətinə avtomobil daxil olan həyətimizi, buradan da göstərim, qıraqdan heç kim görmür. Bizdə indi mentalitetə uyğun olaraq biraz qapalı insanlarıq. Üstü paket krişadır. Belə. Qiyməti neçədir qardaş? 51 min manatdır evin qiyməti. Kombisi də var, orada. Bir də pirxoja da asıldan. Pirxoja nə deməkdir? Pirxoja yəni girişdə. Dəhliz. Azərbaycan Respublikasının vətəndaşı. 51 min manatdır, hörmətli izləyicilərimiz. Qəşəng qiymətdir. Zəng eləyin, marşrutdur, məktəbdir, tam yaxınlığındadır. Sağ olun.